Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli Gəncə Beynəlxalq Xəstəxananın qarşısında eyni zamanda həmin xəstəxanaya yaxın bir ərazidə 4 mərtəbəli binanın birinci mərtəbəsində konkret 3 otaqlı, bundan başqa böyük bir artırması olan 4-ün 5-ə hal-hazırda həmin artırmanı görürsünüz. Bax, bura mətbəxidir. Deməli, bu bina Heydər Əliyev prospektinin özündə yerləşmir. Özündə olan binaların birinin arxasında yerləşir. Birinci mərtəbədir. Yenidən mən sizə mətbəxini göstərirəm. Çox yaxınlıqda 18 nömrəli orta məktəb yerləşir. Bundan başqa bildiyiniz kimi bax, bu ərazidə böyük bir uşaq bağçası var. Onu da deyim ki, deməli Heydər Əliyev prospektindən çoxlu sayda marşrutlar işləyir. Başqa regionlar üçün də onu da deyə bilərəm ki, bura şəhərdir. Yəni asan xidmətdən aşağı olan bir ərazidir. Bu cürdə dedim sizə. Deməli, hal-hazırda hamamını görürsünüz. Bax, hamamı necə görürsünüz, bu cürdə var. 1,7 tonluq su bakı var. Konkret 3 otaqlıdır, artırması var. Bura isə bu zonadır. Qapısı dəmirdir, birinci mərtəbədir. Hal-hazırda otaqlardan birini görürsünüz. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. Ancaq konkretli mən neçə kvadrat metrdir? Burada hardasa Xruşovka proyektidir. Yəni mən bildiyimə görə bax, bu mənzillər ipotekaya yararlı olmur, yəni tikildiyi ilə görə. Bura isə ikinci otaqdır. Konkretli mən sizə hal-hazırda kvadrat metrini deyə bilmərəm, çünki çıxarışı görmədim, baxa bilmədim, ona görə. Yenidən mən sizə 3-cü otağı göstərirəm. İndi isə otaqların necə yerləşməyini sizə göstərirəm. Bax, bura bir otaqdır, qarşıda ikinci otaq, sağda isə bax 3-cü otaqdır. Belə bir 3 otaq plus böyük bir artırması olan 3 otaqlı mənzilin kirayə haqqı bağışlayın. Satış qiyməti 85.000 manatdır, qiymətində mütləq razılaşma olmalıdır. Başqa regionlar üçün də onu da deyə bilərəm ki, bura şəhərdir. Şəhərdə yerləşən asan xidmətin aşağı tərəf demək mümkündür. Beynəlxalq xəstəxananın qarşıda demək mümkündür. Bax, belə sizlərə uğurlar.